Həzrəti Peyğəmbər sallallahu peyğəmbərliyə seçiləndən 3 il müddətində dəvəti heç kəsə demədi. Yəni gizli şəkildə dəvət elədi. Ümumi olaraq peyğəmbərliyini izah eləmədi. Görürsüz ki, bu həyat nə qədər praqmatik şəkildə qurulub. Yəni aləmlərin Allahı bu həyatın bütün hər işlərini insanlara uyğun, həyata uyğun, dünyanın qayda-qanunlarına uyğun şəkildə tənzimləyir. Məsələn, keçən dəfələrdə dedik, şərabı Allah 4 dəfəyə qadağan edir. Halbuki əvvəldən şərab qadağandır. Bu məsələni Allah öz qüdrəti ilə, gücü ilə insanlara deyə bilərdi. Amma hər şeyin sanki Allah vaxtını gözləyir, zamanını gözləyir. Bilirsiniz, bir bəlli hədəfi var deyə, o hədəfə daha çox, daha yaxşı faydası olsun, müvəffəq olsun deyə aləmlərin Allahı istədiyi vaxtda etmir. Gözləyir həyatın qayda qanunlarını, insanlarla bağlı olan məsələləri. Bax, biz bunu imamət dərsində, köhnə tələbələrlə, keçənci tələbələrlə imamət dərsində Məhdəviyyət barəsində də danışdıq. Dedi ki, Həzrəti Məhdi əleyhissalamın da zuhuru nəyə bağlıdır? Həzrəti Məhdi əleyhissalamın zuhuru insanlığa bağlıdır. İnsanlar onun varlığını anlamalıdırlar. İnsanlar anlamalıdırlar. Ruhiyyələri bura çatmalıdır ki, deməlidirlər ki, ilahi, biz insanlıq artıq heç bir konsepsiyamız, heç bir qaydalarımız, qanunlarımız, nə bilim, idarəçilik sistemlərimiz, qanunvericiliklərimiz əl vermir. İnsanlıq aradan gedir. Biz artıq belə yaşaya bilmirik. Sən bizə gərək bir höccət göndərəsən. Ya belə deməlidirlər, ya sərgərdan qalmalıdırlar, onda aləmlərin Allahı öz höccətini göndərəcək. Onda insanlar deyəcək ki, bəli, aləmlərin Allahı göndərəcək, insanlar da onu görəndə sevincək, qəbul eləyəcəklər. Halbuki, ondan əvvəl gələn 11 dənə peyğəmbəri, daha doğrusu 11 imamı öldürüblər və ondan əvvəlki peyğəmbərləri də öldürüblər. Ona görə də 12-ci imam və sonuncu Allah höccəti nə etməlidir? O vaxta qədər gözləməlidir ki, münbit bir şərait yaransın. Baxın, münbit bir şərait yaransın. O münbit şəraitin müxtəlif tərəfləri var. Görürsünüz, Həzrəti Muhammed əleyhissalamda özü peyğəmbərdir və hər şey onun ixtiyarında ola bilər. Allah öz qüdrətini, gücünü göstərə bilər. Amma aləmlərin Allahı hər şeyi öz qayda qanununa uyğun şəkildə aparır. Bilirsiniz, biz indi gələcəkdə mütləq şər və nisbi şərdən danışacaq. Orada deyəcək ki, aləmlərin Allah üçün insanların mütləq şər məsələsi mühümdür. Qalan məsələlər 5 gün tez, 5 gün gec, nə bilim, biraz elə, biraz belə dünya məsələlərinə buraxır. Bəzi insanlar o qədər bu xırda məsələlərdə narahat olurlar. Deyirlər, bəs Allah var, yoxdur, Allah görür, görmür, Allah nə üçün buna əncam çəkmir? Amma aləmlərin Allahının hədəfindən xəbərləri yoxdur. Məsələn, biz özümüz də dindarıq, hər duamızın Allahın qəbul etməsini istəyirik. İstəyirik ki, ilahi, bəs mənim duamı nə üçün qəbul edib? Sən şahidsən ki, mən bunu yaxşı niyyətlə istəyirəm. Amma başa düşmürük ki, hər duanın qəbul olması hədəf deyil axı. Yəni, bu dünyanın bir dənə mühüm hədəfi var. Ondan başqa hədəflər, yaxşılıqlar, bunların hamısı o hədəf üçün köməkçi vasitələrdir. Ona görə də o köməkçi məsələlərdə bir gün belə ola bilər, bir gün elə ola bilər. Diqqətlə qulaq asın buna. Ona görə də bir gün Bədirdə Peyğəmbərə kömək eləyən Allah, məsələn, Kərbəlada İmam Hüseynə kömək etmiş. Bədirdə qalib olan Peyğəmbər, Allahın höccəti ki, Peyğəmbər idi, amma Uhudda qalib olmur. Görürsünüz, Bədirdə deyir ki, mən sizi qalib elədim. Uhudda amma onlar məğlub olurlar. İndi yer var müşriklər, yer var qəlbində şəkk olanlar. Desin ki, ilahi, orada ki, bizi qələbə çaldırırdı, burada da elə eləyəydin, biz qələbə çalaydıq. Məsələ bu deyil. Bax, bunu başa düşməyən insanlar tarixdə, dində, dinin anlamada, Allahın bəndələri ilə münasibətdə sərgərdan qalacaqlar, avara qalacaqlar. Həmişə Allah barəsində zehinlərində bir şey olacaq. Bəzən elə olur ki, məscid yanır, orada bir Quran yanmır.
Əlbəttə onu möcüzə kimi əldə gəzdirməyin də mən tərəfdarı deyiləm, amma mən nə qədər ateistlərdən bu barədə yazılar gördüm ki, dedilər ki, ilahi o Quranları saxladığını o uşaqlar ölür ha, onları qoruyub saxlayaydı. Məsələ burasındadır ki, heç Quranın saxlanması da Allahın öz iradəsi ilə deyil. Yəni Quran orada kitabdır, yandı nə olacaq, yanmadı nə olacaq? O qədər Quran kitabları yanıb ki, o qədər Quran kitabları cırılıb ki, məsələ bu deyil. Belə deyil ki, Allah o şeyə qarşı. Bilirsiniz, bu məsələləri dindarlar da qarışdırırlar. Eyni zamanda uşaqların ölməsi məsələsini də yenə Allaha qaytara bilmərik. Əgər uşaqların ölməsi məsələsində Allah ciddi olsaydı, onda gərək Həzrəti İmam Hüseynin Əli-Əsğəri ölməyəydi, Əli-Əkbəri ölməyəydi. Xanım Fatimə Zəhranın bətnində olan 5-ci övladı Muhsin ölməyəydi, Allah qoymayaydı. Yəni məsələ bu deyil. Əlbəttə ki, bunların hamısı pislənilir, əlbəttə ki, bunların hamısı qınanılır və bunları törədənlər zalım olurlar. Zalım olduqlarına görə insan Allah onları cəzalandıracaq. Amma aləmlərin Allahının qırmızı xəttinə daxil deyil. Bu dünya zaten imtahan dünyasıdır. Bu dünya zaten bir qayda qanunları vardır. Hər şey o qayda qanunun içində baş verməlidir. Görürsünüz, Bədirdə qalib olmasında Allah deyir ki, burada xüsusi inayətim oldu. Bəzi hədislərdə var ki, o Qureyşlər ki, qaçdılar, onlar deyirdilər ki, yerlə göy arasında məxluqlar görürdük. Bəziləri dedilər ki, sən gözünə nəsə görsənəm. Amma belə görsənən ki, hədislər deyir ki, mələklər köməyə gəldilər Bədirdə. Sonra Allah özü də xüsusi qeyd edir ki, siz ox atanda siz atmırdınız, biz atırdıq. Yəni xüsusi köməyimizi göndərmişdi. Amma Uhudda Peyğəmbər yaxşıca məğlub oldu. Yaxşıca məğlub oldu. Eləcə də digər döyüşlərdə, Həzrət Əlinin döyüşündə, İmam Həsənin döyüşündə və s. Yaxşı. Həzrət Əlinin döyüşündə, yəni Həzrət Əlinin o imamət məsələsində. Yəni bu da gündəmdədir ki, Həzrət Əli əgər imamət olmalıydısa, nə üçün imamət olmalıydısa, aləmlərin Allah bir gün Peyğəmbərini qalib etmək üçün ona kömək eləyirdi xüsusi, amma Əlinin imamətə gəlməsi üçün, xilafətə gəlməsi üçün Allahın heç bir xüsusi kömək olmadı. Çünki sən Allahın həqiqi hədəfindən xəbərsizsən. Çünki sən imamətlə nübüvvəti ayıra bilmirsən bir-birindən. Onların hansının hansı dərəcədə olduğundan sənin xəbərin yoxdur. Ona görə sən belə fikirləşirsən. Ona görə də oradan nəticə çıxardırsan ki, deməli imamət vacib deyil. Məsələn, mən özüm əhl-i sünnətdən bunu eşitmişəm, özü alimlərindən. Onlar deyirlər ki, siz ki bu qədər deyirsiniz ki, imamət çox mühüm məsələdir, mütləq insanlar imaməti qəbul etməlidir. Onda niyə Peyğəmbərin peyğəmbərliyi gündəmə gəlsin deyə aləmlərin Allahı o qədər ona xüsusi köməklər eləyirdi. Amma Əhl-i Beytin imam kimi gündəmdə olmamasını, xilafətə gəlməməsini və s. Allahın xüsusi kömək və yardımları olmadı və insanların hamısı buna tərəf gəlmədi. Yəni biz bunların hamısının cavabını dərslərdə demişik əvvəlki illərdə, əvvəlki tələbələrə. İndi bu il siz də onu biləcəksiniz. Burada çox yaxşı məsələlərə toxunacaq. Deyəcək ki, imamətin varlığı başqa məsələ üçündür. İmamətin həm təkvini tərəfi var, həm təşri'i tərəfi var. Təşri'i tərəfdən düzdür zəruridir, amma təkvini tərəfdən imamət, bunların hamısını danışacağıq. Bunların hamısını biz deyəcəyik və bu sualları biləcəyik. Məsələ budur, mövzum budur ki, insan dinşünas olmalıdır. Dinşünas nə deməkdir? Dinşünas budur ki, dinin hədəfi nədir? Allah dini niyə göndərib? İmamət nə üçün lazımdır? Nübüvvət nə üçün lazımdır? İmamətin hansı tərəfləri var? Nübüvvətin hansı tərəfləri var? Və din bizə öyrədir ki, dünya nədir? Dünyanın qaydaları nədir? Niyə dünyanın qaydaları məhz belədir? Və insan kimdir? İnsanın xüsusiyyətləri, potensialı necədir və insanın hədəfi nədir? İnsan bu hədəfə necə çatmalıdır? Və burada Allah faktoru necədir? Nə üçün Allaha ibadət olunmalıdır? Allah harda kömək edir? Bax, bunları biləndə dinşünas oluruq. Dinşünas olandan sonra insan Allahın bütün hər işlərində agahlıqla analiz edir, təhlil edir və ürəyi aramdır. Heç vaxt Allah barəsində
qəribə bir hallara düşmür. Bütün peyğəmbərlərin ümmətlərində Allah barəsində suizənn eləyənlər, pis gümana düşənlər olurdu. Bütün peyğəmbərlərin ümmətlərində bu olurdu. Hətta İslam peyğəmbərinin ümmətində olurdu. Onlar deyirdilər ki, Allahın bizə kömək eləmədi. Musanın dövründə, nə bilim, Nuhun dövründə, hamısında bu hadisələrlə biz rastlaşa bilərik. Ona görə ki, bu cəhalətdir. Yəni, insanlar, ona görə Allah bizə dində, vəhdə, əqidə də öyrədir. Allah bizə dini mətnlərdə vəhy vasitəsilə anladır ki, din nədir? Din niyə gəlib? Allah nə üçün var? Allahın insanları nə etmək istəyir? Başa düşürsünüz. Bəzən görürsünüz ki, biz valideyn öz övladının, məsəl üçün mən görmüşəm belə atalar, səhv də eləyirlər deməzdim. Bəzən də yeri vardı. Bəzən uşaqlar kimlənsə hansı bir problemi olur, oğlan uşaqlardır, bir yaşa qədər böyüyüblər, valideyn onun probleminə qarışmır ki, özü həll eləsin. Həmişə ata olmayacaq deyə özü həll eləsin və həll etməyi öyrənsin. Əlbəttə, hesab kitab elə ki, çox da problem yoxdur. Bilsə ki, mütləq çox problem var, valideyn qoymaz ki, uşağa problem yaratsın, o dəqiqə özünü oraya yetirər. Amma görsə ki, çox problem yoxdur, mən balam, özün həll elə. Özün həll elə. Müəllimləri ilə bəzən problem yarananda yaxşı valideynlər bəzən özü girmir. Deyirlər, problem yaratmısan, get özün həll elə. Bu əla məsələdir, bu böyümə deməkdir. Valideyn o vaxtı müdaxilə etməlidir ki, artıq uşaq üçün çox problem olar. Və yaxud da ki, hərdən də onu başlı başına buraxmalıdır ki, övladın immuniteti yaransın. Ona görə də bu dünya sanki belədir. Aləmlərin Allahının xüsusi müdaxiləsi müəyyən qırmızı xətlər çərçivəsində olur. Qalan hallarda insanlar bu həyatla baş çıxarıb təkamülə çatmalıdırlar ki, bu həyatın nəticəsi onların axirətdə yaşadıkları mənzilləri verəcək. Bax, bu çox mühüm məsələdir. Ona görə də insanlar dinşünas olmalıdırlar. Başa düşməlidirlər ki, Allah nə üçün lazımdır, din nə üçün lazımdır, imamət nə üçün lazımdır, nübüvvət nə üçün lazımdır. Bunları bilməsələr, insanlar çaşbaş qalacaqlar və həm Allah barəsində pis fikirlərə düşəcəklər, həm həyatlarını acı yaşayacaqlar. Məsələn, onlar şəhadət üçün övladlarını verə bilməyəcəklər. Onlar başlarına gəlmiş bir müsibətə səbr eləyə bilməyəcəklər. Və hamısını da təbii ki, Allahın üstünə atacaqlar və s. və ilaxır. Ona görə də görürsünüz ki, deməli, bir nəfər var idi, mənə dedi ki, Hz. Muhammed əleyhissalam neçə yaşında dünyasını dəyişib? Mən də dedim ki, 63 yaşında. Dedi ki, nə cavan, nə üçün Allah o cür şərafətli bir bəndəsinə daha çox ömür verməyib? Mən dedim ki, xanım Fatimə Zəhra 18 yaşında. Məsələn, İmam Həsən Əskəri 28 yaşında, İmam Təqi əleyhissalam 25 yaşında, İmam Hüseyn 58, İmam Həsən 48. Deməli, məsələ yaşda deyil. Biz insanların xüsusi meyarları var. Sağlam can, uzun ömür, problemsiz ailə həyatı, bol ruzi, nə bilim, bunlar bizim yaxşılıq kriteriyalarımızdır. Biz bunlar amma Quranda da ayə var. Eşitmisiniz ki, buyurur ki, siz bəzi şeyləri istəyirsiniz ki, onlar sizin üçün yaxşı deyil. Siz bəzi şeylərdən qaçırsınız ki, halbuki onlar sizin üçün yaxşıdır. Demək istəyir ki, məntiqinizi Allahın məntiqi ilə eyniləşdirin. Nəbziniz Allahın göndərdiyi dinə uyğun vurulmalıdır. Vurmalıdır. Nəbziniz belə vurmalıdır. Saatınız ona uyğun işləməlidir. Belə olması zaten elə dini bunun üçün göndərib. Dini bunun üçün göndərib ki, siz həyatın qayda qanunlarından xəbəriniz olsun. Bəzən siz bəzi məğlubiyyətlər görürsünüz ki, Allah yanında o qalibiyyətdir. Bəzi qalibiyyətlər görürsünüz, namid olub, məyus olursunuz ki, əslində Allah yanında o məğlubiyyətdir. Sizə elə gəlir. Bəzi şeylər görürsünüz ki, siz çox ona qarşı məyus olursunuz ki, kaş belə olaydı məndə. Halbuki onun problemli tərəflərini görmüsünüz. Bəzi sizdə nöqsanlar yaranır ki, narahat olursunuz, amma halbuki onun elə xeyirli tərəfləri var ki, siz bilmirsiniz. Ona görə də görürsünüz, Allah necə, din belə, din qədər mühüm məsələ yoxdur, o da həyatla uyğunlaşdırılır. Peyğəmbər, peyğəmbərliyə seçilir. 40 yaşında 3 il gözləmə mövqeyindədir. 3 il. Görürsünüz, hər şey. 3 il az vaxt deyil ki. 3 il müsəlmanlar gizlin şəkildə ibadət edirlər. Hətta bəzi yerlərdə, tarixdə var ki, indi burada da oxuyacağız.
Onlar ibadət eləyirdilər və hələ Peyğəmbər deməmişdi ki, ay cəmaət, mən Peyğəmbərəm. Tək-tək, gizlin-gizlin kimlərəsə deyirdi, çəkilirdilər kənarlarda bir yerdə namazlarını qılırdılar. Və Qureyş, həmin o müşriklər onları ələ salırdılar, istehza edirdilər. Halbuki Peyğəmbər də öz dinini hələ təqdim etmirdi. Özünü Peyğəmbər kimi təqdim etmirdi. Başa düşülmürdü nə baş verir. Peyğəmbər sən demə bir zaman gözləyirdi. Mühüm bir məsələni gözləyirdi. Bax, bu məsələ bizim üçün. Bax, biz tarixdən bunu görürük. Peyğəmbərin belə praqmatik addımlarını görürük. Biz indi Uhudda oxuyacaq. Oxuyacaq ki, Peyğəmbər orada bilirdi nə olacaq, necə olacaq. Amma gözlədi ki, insanlar da bunu görsünlər. Real olaraq döyüşdə səbəbləri düzgün yerinə yetirməmək bərabərdir məğlubiyyət. Yəni, hər səbəb öz nəticəsini qaçılmaz edir. Bədirdə başqa idilər, qalib oldular. Uhudda da əvvəllərdə qalib idilər, sonra nəfslərinə uydular, qənimətlər arxasıca getdilər və nəticədə məğlub oldular və çox pis hadisələrlə qarşılaşdılar. Görürsünüz, orada da mələklər köməyə gəlmir, Allahın müdaxiləsi yoxdur. İnsanlar özləri ayaqda qalmalıdırlar. İnsanlar özləri imtahan olunurlar. Hər bir hadisə onlar üçün bir imtahandır və imtahanın nəticəsidir ki, insanlar hansısa bir dərəcəyə ucalır və yaxud da tənəzzül edir.